qadın maşinist. Bəlkə də çoxları xanımların bu peşələrdə çalışmasını özləri üçün çətin və mümkünsüz hesab edir. Lakin xanımlar işlədiyi sahələrdə sübut edirlər ki, peşəkarlıq və məsuliyyət cinsdən asılı deyil. Bakı metropolitenində daha bir xanım maşinist peşəsinə yiyələnib. Tamamlanan 6 aylıq kursun nəticələrinə əsasən yeni xanım maşinistlə birlikdə daha 5 gənc bu peşəyə yiyələnib. Onların arasında zərif cinsin yeganə nümayəndəsi olan Səriyə Vəlizadə ekologiya ixtisası üzrə bakalavr təhsil almasına baxmayaraq 8 aydır maşinist peşəsinə yiyələndiyini və bu peşənin maraqlı olduğunu deyir. Mən gəldiyim müddətdə 2 qadın maşinist var idi. Ondan sonra isə mən də vakansiyaya müraciət elədim. Yorucu deyil. Əsas gəlib kabinəyə sərnişin daşıdığımız müddətdə bütün yorğunluğumuz çıxır. Sərnişinə xidmət edirik, düzdür, məsuliyyətli işdir. Həmçinin gənc maşinistlərə xidməti vəsiqələr də təqdim olunub. Bakı metropolitenində 250 maşinist çalışır ki, artıq onların sayı artırıldı və 6 yeni maşinistimizlə birgə 256 maşinistlə hərəkət qrafiklərimizi sərnişin daşımamıza həyata keçirəcəyik. Qeyd edək ki, maşinist hazırlığı kursu bir neçə mərhələdən keçir. Proqram ilk öncə işə qəbul mərhələsindən başlayır. Namizədlər əvvəlcə hr.metro.gov.az saytına daxil olaraq müvafiq vakansiyalarla tanış olurlar. Vakansiyalara müraciət etdikdən sonra daxil olan CV-lər işə qəbul komandamız tərəfindən yoxlanış prosesindən keçirilir. Uyğun olan namizədlər sahə üzrə müvafiq test sual bazasından ibarət avtomatlaşmış bir sistemə cəlb olunurlar. Namizədlər 22-35 yaş arası texniki təhsilə malik olmalı və ayrıca oğlanlar hərbi xidmətini başa vurmuş olmalıdırlar. Diana Cəlali, Bəkir Həşimov, Space xəbər.